Dostlar, hamıya salam. Bu günləri sizinlə Nanula SMR'dir. Deməli, burada bizdə qreçkadır. Burada balıqdır, hek balığı deyirlər ona. Tomat sosunda. Elə bil şprot kimi tomatlı belə balıq olur bankadan. Babudaddır. Bunu nənəm eləyir, hazırlayır. Burada ayran, salatımız və acılı biberlərimiz və meyvəlimiz. Gəlin, şəkil çəkdirək. Son. Gəlin, ложkanı götürək. Belə yeyək. Bəzi insanlar necə də belə, sən balıqla smetanı necə qarışdırırsan? Ayran necə yeyirsən, içirsən? Siz şuba salatını yemirsiniz, orada mayonezlə balıq var. Və yaxud da yeməkləri qarışdırırsam, mən heç vaxt yemək qarışdırmıram. Mama zirinclə bəzəyib hamısına. Yəni sevimlim, zirinc. Ölürəm də zirinc üçün, çox dadlıdır. Mən də deyəndə ki, yaxşı, mən hər şey qarışdıram, siz deyən. Bəs toylarda siz yiyəndəysiniz, kebabı qarpıza, qarpızı marojnaya, onu salata, salatı balığa. Deyir, o ildə bir dəfə olur. Fərqi nədir? Yenə də əgər nəysə deyirsinizsə, sözünüzün üstündə məncə durun. Məsələn, mən bir şey yeməkdən sonra ya əvvəl meyvə yeyirəm. Burada da nə var? Məndə demək olar həmişə bir abeddə ya səhər yeməkdə. Məsəl üçün, tükü var idi, qatıq var idi. Bir çayla onu necə yeyirsən. Türklərin Azərbaycanda yəni sərpmə səhər yeməyi var. Orada kükü, qatıq, süzmə, hər şey var. Yaxşı acılı da. Onlar da ondan çay içirlər. Yəni burada nə var ki? Mən prosta başa düşmürəm. Belə momentləri mən yazmayın, çünki yəni bu qəribədir. Ən azından videoda deyirəm ki, bu səhər yeməkdir. Səhər yeməkdə logik cəhətdən çay olur. Mən meyvə ilə çay yeyən adamam. Siz kimə deyirsiniz, mən çayla olmaz. Və xanım çox gözəl bir dənə sual verib. Deyir, qarğışlara inanırsan? Və ümumiyyətlə özün qarğış eləmirsən. Acılı. Qarğışlara inanıram. Gözə inanıram, nəfsə inanıram. Bilmirəm kimdə necədir. Amma mənə nəyisə ilk dəfədən kiməsə demək, ailəmdən başqa, yəni də məsəl üçün mamadan başqa. Özü belə deyim, mamadan başqa mənə düşmür. Mən deyirəmsə, məndə alınmır.
demək deyil ki, kimi sordu gözü dəyir, bəlkə də kiməsə yaxınamdan desəm də əlavə olaraq. Amma uca neçə dəfədir bunu prob eləmişəm. Uca söz deməmək qərarına gəlirəm, çünki doğruda da deməyəndə hər şey ideal. Necə lazım idi, bəlkə ondan da yaxşı. Qarğış. Düzdür, mən nə qarxış eləməyiblə, ən azından mən işləmişəm, okey, belə deyək. Bilmirəm, bəlkə də üzümə. Amma mən üzə qarxış eləmişəm. Bir dəfə. Peşmanam mı? Yox. Çünki yəqin ki, siz başa düşürsünüz ki, mən deyəndə ki, ilk dəfə və axırıncı dəfə o deməkdir ki, yəni mən elə insan deyiləm ki, 28 il ərzində kimə gəldi, hamıya qarğış töküm. O insan buna layiq idi. Qarğışım tutdu mu? Evet. Mənim dilim çox pisdir əslində. Ona görə çox məqamlarda özümü saxlayıram. Çünki mən nə isə desəm, amma necə desəməm, zarafata yox. Demirəm və yaxud da çox əsəbi olmasam, prosta desəm, yox. Amma məndə insana qarşı nifrət dolu bir dənə qarğış eləsəm, bir dəfə deməyimdən mən başa düşdüm ki, mənim qarğışım tutur. Çünki insan necə idi və necə oldum. Söhbəti. Yaxşı bir şey ortaya çıxmır. Sevinirəm mi elə oldu? Yox. Amma peşmanam mı? O da yox. Mənə görə hər insan öz haqq etdiyini yaşayır. Əlbəttə ki, Allah icazə vermədən bu üçün olmazdı. Deməli, Allah başa düşdü ki, düz imiş, yəni o yola çəkdi onu, yəni. Hardadısa o, orada. Neysə, çox acılıdır da. Və bir xanım yazırdı ki, nənəvi düz yola çək, nənən xristiyandır, müsəlmanlığı qəbul eləsin. Mən bilirəm ki, ümumiyyətlə belə şeylərə ən yaxşısı danışmamaqdır. Çünki razı olan olmayacaq. Qırğın qiymət düşəcək. Siz sadəcə öz tərəfinizdən danışırsınız. Mənim nənəm xristiyan ailədə anadan olub. Anası, atası xristiyanlar. Rusdular. Onlar elə doğulublar. Əgər siz Allaha hörmət edirsinizsə, necə siz deyirsiniz? Allah bu dini də yaradıb. Başa Xristiyanı da o yaradıb. Oturub demək ki, mən Allaha ibadət eləyirəm, İslam dini mənim dinimdir. Belə mən tam olaraq din söhbətlərində professor deyiləm, amma ən azından o dini,
o insanları bu dində yaradıbsa, sən ora girişib deyə bilmərsən ki, bu İslam dinini qəbul eləsin. Oca mənə görə belə insanlar Allahı sorğuluyur. Deyir ki, yox, sən Allah, sən yaratmısan İslamı, sən yaratmısan Xristiyanı və s. dinləri. İndi Xristiyan və İslamı danışırıq ona görə. Xristiyan pisdir, İslam yaxşıdır. Allah özü bilir, nə yaxşıdır, nə pisdir. Hamımız Allaha ibadət eləyirik. Ona görə nənəmin 82 yaşı var, oturub ağıl vermək ki, İslamı qəbul edir. Mənim babam heç onu demirdi. Başa düşürsünüz? Mənim babam nənəmi belə sevirdi və heç vaxt, ömründə heç vaxt deməyib ki, sən dinini dəyiş. Ona görə çox xahiş edirəm. Allah hər insanı özü yaradıb, öz dini ilə yaradıb. Ona görə demək lazım deyil, imенно bu yaratdığı düzdür. Bu yaratdığı yo, səhvdir. Onda o səs səndədir ki, sən Allahın yaradıcılığına inanmırsan və oturub sorğuluyursan. Yenə də təkrarlayıram. Ona görə bu din söhbətlərini mən danışmaq istəmirəm, düzgün deyil. Amma ciddi düzdürürsünüz hocam. Mənim nənəm Xristiyanda qalacaq. Buna nə mən, nə sən, nə o, nə kimsə, heç kim qarışa bilməz. Bu nənəmdən Allahın işidir. Bu qədər. Mən deyəndə ki, mənim nənəm çox gözəl insandır. Mənə deyirlər ki, ona buna ədiyyəti yoxdur. O xristiyandırsa, vecimə deyil ki, o gözəl insandır. Mən uca açıq deyirəm, bu fanatlıqdır. Mən fanatlığı ümumiyyətlə heç harda qəbul eləmirəm. Mənim öz inancım var. Bu Allah. Mən ancaq Allaha inanıram, Allaha ibadət edirəm. Şükür Allaha, məndə nə qədər olubsa, mən əlimi uzatmışam. Allaha mən nə qədər yalvarmışam, mən ancaq o eşidib, həmişə mənə kömək eləyib, dəstək olub. Allah hamını eşidir. Hamımız onun bəndələri, hamını fərqli cür yaradıb. Ona görə xahiş edirəm. Bu fanatlığı mən deməliyəm, mən eləməliyəm. Mən bunu deməsəm, mən cəhənnəmdə yanacağam. Və bu fanatlığı özünüzə saxlayın, çox xahiş edirəm. Mən heç vaxt mukbanglarımda deməmişəm ki, mən konkret geçən dəfə demişdim ki, muslimizirmini ailədənəm. Bütün hər şey biz ibadət eləyirik. Hər şeyi yerinə yetiririk. Biri deyib ki, məsəl üçün, qolun açıqdır, müsəlmanlar belə geyinmir. Çox xahiş edirəm, mənim səhvəmdə belə şeylər eləməyin. Yəni, mən özüm yaxşı bilirəm və mənim ailəm özü yaxşı bilir, necə nətər. Mənim nənəmi hamı qəbul eləyir. Ay xristiyansan, sən pissən, sən adam deyilsən, yerinə qoymayan var. Bilirəm, burada bəziləri elə var, elələrdəki kimi. Bir dəfə nənəm avtobusa gelmişdim, avtobusda. O vaxtlar nənəm durmuşdu, Rus görünüşü və müsəlman Azərbaycanlı xanım durmuşdu, o da qoca qadın idi. Nənəmi belə itələdilər, o xanıma yer verdilər, halbuki nənəm daha yaxın dururdu. Nə var, nənəm Rusdur. Mən belə şeylərə, siz bəziləriniz, yəni özünüzə deyirsiniz, müsəlman, belə, elə. Amma müsəlmanlar, yəni baxmayaraq kimə, yəni qoca qadına və yaxud da hörmət eləməlidirlər. Siz biraz bəzi yerlərdə hə, bəzi yerlərdə yox. Şəşirsiniz, mən şəxsən içki içmirəm. Söyür söymürəm, qadın döymürəm və s. və yol axır.
Amma bəziləri müsəlman deyib bəzi şeylər eləyir. Ona görə çox xahiş edirəm. Mənə bunları deməyin. Ən vacib mənim üçün bəli insan yaxşı olmağıdır. Mənə fərqi yoxdur. Müsəlmandır o, xristiandır o, kimdir? Mənə doğrudan da fərqi yoxdur. Bir dənəsindən başqa. Onu da özünüz bildiniz. Bütün Azərbaycan bilir kimdən danışıram. Mənim nənəm, mənə toxunursunuz cəhənnəmə, toxunun. Mənim nənəmə toxunmayın, özü bilər. So, okay? Çünki yəni bu belə davam eləsə gedəcəksiniz bloka. Bunu danışarlar. İnşallah inanıram ki bu səfə mukbangı bəyəndiniz. Biraz negativ idi, üzrü sayım. Prosta ki mən ucu bezdim. Mən rəy yazıram. Mənə rəy olaraq yoxa belə olmalıdır. Mən rəy yazıram, rəy olaraq belə yenə gəlir. Mən ucu əsəbləşirəm. Ona görə bu haqda video çəkdim. Bilmirəm necə olacaq, necə qarşılanacaq. Amma mənə belə. Mən öz fikrimi deyirəm. Kim bəyənmirsə bloka atsın. Mən incimərəm. Çıxsınlar takibimdən. Əgər siz insanlığı bundan ölçürsünüzsə, okey. Yəni elə çıxır ki, siz başqa, yəni dövlətlərin insanlarını heç kimi saymırsınız. Yəni ancaq özünüzü okey saymayın. Uşaqlar, əgər köhnə videoma baxmamızsa, burada köhnə videom durub və burada loqom olacaq. Ora basıb takip ata bilərsiniz. Sabaha dək ya bir günə dək əzizlərim.